biraz uşaqlarla həm də evin nökəri kimi olsunlar. Qoy xidmət eləməyi öyrənsinlər. Onlar sizə xidmət eləməyi öyrənməyəcəklərsə, sizin onlara verdiyiniz çörəyi anlamayacaqlar. Elə biləcəklər ki, boşdusuz. İmkan verməyin ki, belə bir qudurğan düşüncəyə gəlib çıxsınlar. Qoy başa düşsünlər ki, bax, ata gedir işləyir, ana işləyir, ya da işləmirsə də evi yığışdırır, bizə yemək hazırlayır, hər şeyi düşünür ana. Sən də anan üçün bir şeylərlə yine. Bugün ananın ayaqlarını masaj eləmisənmi? Ya bugün anana çay gətirmisənmi? Bugün qabları yumaqda anana kömək eləmisənmi? Öz otağı özün yığışdırmısanmı? Bu şeyləri danışın və atan üçün nə eləmisən? Qoy öyünsün, qoy hesabat versin. Ata-anaya qulluq eləməyi öyrənsinlər uşaq vaxtından. Nəinki ata-anaya qulluq eləmək. Bir çox ailələrdə baxıram ki, uşaqların imkan vermirlər ki, paltosunun düyməsini özü düymələsin. Ayaqqabının bağını özü bağlasın. Özü eləməyi öyrənməlidir.